qərarı niyə verdiniz? Artıq çəkim həm sağlamlığıma, həm də gündəlik həyatıma mane olurdu. Sizi ən çox nə yorurdu? Tez yorulurdum, hərəkət etmək çox çətin olurdu. Niyə məhz Səməd doktoru seçdiniz? Güvən verdiyi üçün və nəticələrini gördüyüm üçün. Əməliyyatdan sonra gözləntiləriniz nədir? Daha sağlam, daha rahat və daha aktiv olmaq istəyirəm. Hal-hazırda nə hiss edirsiniz? Həyəcan var, amma çox ümidliyəm. Xəstənin diafraqmal yırtığı var idi. Diafraqmal yırtığını təmir etdik. Ardından mədənin boylama rezeksiyasını icra etdik və mədə boylama istiqamətində velok xüsusi saplarla stepler xətləri də gömülərək tikildi. Tikiş xəttimizdə görürsünüz. Bu qədər. Əməliyyatımız yekunlaşmışdır. Hər kəsin əlinə sağlıq.